Salam aleyküm yoldaşlar. Mən baxdım, alışları yoxlayırdım. Baxdım ki, hamıda müəyyən bir səhvlər var. Təlimdə bunun üzərindən bir dəfə demişəm. Hatırlayıram bir dəfə dediyimi. Çox deməmişəm. Ola bilər onu da diqqətinizdən yayınıb. Xərclər var. Xərclər maddələrini hər alışda işləmək lazımdır. Əsasən xidmətlərdə. Mallarda xərclər işlənilmir, amma xidmət daxil olanda xərc maddələrinə görə bölmək lazımdır. Məsələn, burada baxırıq Sədərək firması işlənilib, Sədərəkdən qaymə gəlib. Amma digər xərclərə işlənilib rus dilində desək, biz bunu yaradaq yenisini. Burada bütün xərclər olur. Yaradaq yenisini, icarə haqqı, icarə, hüquqi şəxs. İcarəni iki yerə bölsəz daha yaxşı olar. Fiziki şəxs, hüquqi şəxs. Bunu seçdiniz. Bu nə üçün lazımdır yoldaşlar? Daxil olursunuz hesabatlara, hesab üzrə dövrüyə. Xərclərə baxanda siz hamısını bir yerə işləsəz, bir dənə maddə üzrə görəsiniz. Amma bölsəz, hansı xərc nə qədərdirsə onu görəcəksiniz. Misal, burada hamısı gəlib Pro2 zatratda oturub. Mən icarəni yaratdım, avtomatik bu oturdu. Bunu nəzərinizdə saxlayın, düzəldərsiniz.